Sabahınız xeyir dostlar. Bakı vaxtı ilə saat 6:55. Şükür Allah olsun Allah'a. Start verdim və qaça-qaça bura gəldim, çıxdım. İmkan olduqca yenə ultraki kimi gündə 3 dəfə qaçmağı planlaşdırıram. Bu həftə mən çox kiçik rəqəmlərlə qaçıram, çox böyük məsafə qaçmıram. Amma 3 dəfə start eləmək gün istənilən saatında qaçışa hazır olmaq deməkdir. Və məqsədim UTR tərəfindən keçiriləcək 6 saat, 12 saat, 24 saat yarışda starta çıxmaqla önəmli deyil nə qədər qaçmağım. Çünki burada məsələ budur. Yəni sən bir qaçışa qoşulursan, 6 saat ərzində istəsən sən 1 saatda qaça bilərsən və 1 saatda dincələ bilərsən. Yaxud 12 saatda, 24 saatda, yəni parkurda ol, dincəl. Yəni cut-off olmur orada. Ancaq sən bu qədər müddət ərzində dincələ nə qədər qaça biləcəksən, qaça bilirsən, o qədər qaçırsan. Yəni şərtlərə görə budur ki, yəni 10 kilometr də qaçsan sən medal alırsan. Əsas odur ki, ölkəmizdə 2 dəfə təşkil olunan yarışın bu növünə qoşulmaq və orada sınamaq özünü. Zəfər Qaçış Klubu olaraq da, Azərbaycan Atletika Federasiyası olaraq da biz qaçışın istənilən bir növündə biz dəstəkləyirik. Bütün qaçış ictimaiyyətini, yəni bizim baxış bucağımız yəni başqadır. Zəfərdə bizim bildiyiniz kimi igid əskərlərimiz və igid idmançılarımız cəmləşib. Onların yanaşması qaçışa mənim kimi Azərbaycan olaraqdır. Yəni qlobal baxırıq, Azərbaycan kimi baxırıq buna. Onu kim təşkil etməyindən asılı olmayaraq biz istəyirik ki, Azərbaycanda çox adamlar, çoxlu klublar olsun, onlarla yüzlərlə klublar olsun və yarışlar təşkil olsun. Kimlərin də yəni istədiyi vaxtı bölgələrdə də olsun, bu yarışlarda iştirak eləsin. Biz bu cür baxırıq. Yəni bizim belə bir niyyətimiz yoxdur o yarışda iştirak etməyək, bu yarışda iştirak etməyək. Ona da görə də klubun üzvlərini yəni dəvət edirəm ki, qoy onlar da bu yarışa qoşulsunlar və